Salam dəyərli şagirdlər, bu gün bildiyiniz kimi 6 aprel məzunların buraxılış imtahanı olmuşdu və bu buraxılış imtahanına düşmüş ingilis dili suallarına hal-hazırda baxacağıq. İlk olaraq başlayırıq qrammatika suallarından. 7-ci sualımızda deməli baxırıq ki, he gave me phone number and I gave him. Birincisine baxırıq ki, nöqtələrdən sonra nə gəlib? İsim gəlib. Nöqtələrdən sonra isim gəlini biz bilirik ki, ona nə qoymalıyıq? İsimlə işləyən yəli əvəzi qoymalıyıq. O yüzden B-ni, S-ni, Y-ni atırıq. Qalır bizə A-dan D variantı. İkinci səhvdə isə nöqtələrdən sonra isim yoxdur. Avtomatik orada qoyacaq müstəqil formanı, yəni 7-də olacaq cavab A variantı. 8-də baxırıq. The climate warm here. Baxırsınız ki, mübtəda xəbər uzlaşmasıdır. Climate iqlim sözü təkdədir. Təkdədirsə mən orada təbii ki iz işlədəcəm. Cavabım olacaq Y variantı. Sonra baxırıq, deməli 9-cu sualda question sözü cəmdədir. Nöqtələrdən sonra cəm isim gəlirsə mən orada meni işlədə bilərəm, F-ü işlədə bilərəm. Much və a little neynir? Sayılmayan isimlərini işlənir. O yüzden cavabımız olacaq C variantı. 10-cu suala baxırıq. Baxırsınız ki, cümlədə yesterday var. Keçmiş sayda zamanı zaman zərfidir. Dünən. Deməli, nə etməliyim? Had qoymalıyam. Cavabım olacaq A variantı. 11-də baxırıq, bizdən məhsul növü istəyir. They picked up bananas in the forest. Birinci eyni mübtədaları olan B variantını çıxacağım. Bananası gətirib qoyacağım mübtəda vəzifəsinə. Picked keçmiş sayda zamanda deməli were üstəgələk və yaxud da was üstəgələk feilinin üçüncü forması olmalıdır. O da var. Hansı variantda? Y variantında. A variantı niyə deyir? Çünki were'dan sonra, əmizardan sonra being gəlməz. Sonra baxırıq 12-ci suala bizə sinonimlərin cərgəsini istəyir. Rude, polite antonimdir. Çobud, nəzakətli. Simple, hard, sadə, çətin antonimdir. Dangerous, harmless, təhlükəli, ziyansız bir-birindən antonimdir. Early, late, erkən, gec bir-birindən antonimdir. Amma anxious-la worried, yəni hər ikisi narahat deməkdir, bir-birinin sinonimidir. 13-cü suala baxırıq. Have to-nun inkarı özündən düzəlmir. Getdi. Are-able-ın to-su yoxdur, nə yanında, nə burada. Deməli, bu da deyil. 3-dən 4-ü götürəcəyik. A variantı tamamilə doğrudur. 14-cü suala baxırıq. Bizdən ida cümləsini istəyir. Baxacağıq Y variantında. Students cəmdədə ən artiklı olmaz qabağında. What-dan başlayan ida cümləsinin ismin qarşısında Z artiklı olmaz. Sonra biz bilirik ki, mübtəda xəbər olmalıdır. Are, Z yox, Z are olar. Götürəcəyik nəyi? A variantını. 15-də baxırıq. Deməli, demiş ki, nöqtələrdən sonra əsas feil gələndə mən orada qoya bilərəm who və yaxud da what-u. Cavabımızda da who var, götürəcəm C variantını. Kim ki, sənə keçən gecə zəng elədi. 16-ya baxırıq, cümlə qurma qaydasıdır. Demişəm ki, həmişə nə edirsiniz? Birləşmələri bir yerdə yazırsınız. Görürsünüz ki, burada snowing var. Deməli, bu ing-li isə qabağında was were əmizarı olmalıdır. O yüzden 3-4-ü yanaşı gətirərəm. Həmişə qar yağmaq, yağış yağma mən hansı əvəzinə işlədirəm? İtlə. Deməli, 1-3-4 nə eləmiş olacam? Daha doğrusu 3-1-4'ü yanaşı gətirmiş olacağım. 1-3-4 yazdım. 3-1-4 olacaq. It was snowing. 3-1-4. It was snowing. 3-1-4 hansına yanaşı gəlməyib? A-da yanaşı gəlməyib, C-də yanaşı gəlməyib və D-də yanaşı gəlməyib. Qalır bizə B ilə Y variantı. Deyirəm ki, it was snowing. Qar yağırdı. Nə vaxt? When the guests arrived. Qonaqlar gəlib çatanda. Olacaq nə? 2, 6, 5. Cavabımız olacaq B variantı. Sonra 17-yə baxırıq, cümlədə zən var. Zən varsa müqayisə dərəcəsi bizə lazımdır. Best də best üstünlükdür. The most good səhv üstünlükdür. Good isə adi dərəcədir. Mən götürərəm better, yəni nəyi? Müqayisə dərəcəm D variantında. Sonra baxırıq digər testimizə. The museum is far from our office. If you go there on foot, it will take you half an hour. Deməli, baxırsınız nəyə? To be far from haradansa uzaq olmaq deməkdir. Piyada getməksə, yəni ayaqla getməksə 10 footdur. Cavabımız B variantı olacaq, düzdür. Sonra digər sualımızda bilirik ki, əgər hər hansı bir nəqliyyat vasitəsi olarsa və həmin nəqliyyat vasitəsinin qabağına by gələrsə, mən orada boş çoxluq işlədəcəm. Elə bir dənə də o variantınız Y-dədir. Digər tərəfə baxsaq, take the bus-dır və yaxud take a bus-dır. Yəni orada artikel mütləq gəlməlidir. Digər testimizdə kompleks objektiv want 3-cü qrup feildir. Mütləq to ilə gəlməlidir. Cavabımız C olacaq. Sonra you should stay at home, you are ill. Baxırıq ki, olza zö bir-birindən sinonimdə götürməyəcəyik. Və deyirəm ki, sən evdə qalarsan. Yaxşı olar ki, evdə qalarsan. Çünki sən nəsən? Xəstəsən. Burada səbəbini göstərim. Because deməyim daha doğrudur. D variantı. Sonuncu sualımızda, qrammatikaya aid sonuncu sualımızda bizdən tək isimləri soruşurlar. A-da D cəmdədir, götürə bilmərəm. B-də mans cəmdədir, götürə bilmərəm. D-də feed, Y-də də ears cəmdədir. Qalacaq mənə vəzənən face. C variantı tamamilə doğrudur. Gəlin indi baxaq reading suallarımıza. Tasmania is deməli Smallland
smallest island state of Australia, is home to about 500,000 people. Demək, Tasmaniya deyir ki, Avstraliyanın ən kiçik ada əyalətidir, hansı ki yarım milyon, təqribən yarım milyon insanın evidir. Yəni yarım milyon insan əhalisi var. Most of the people live in the south east and the north. Deyir ki, insanların çoxu, əhalinin çoxu, əksəriyyəti cənub, şərqdə və şimalda yaşayırlar. Hobart, the capital of the state, is the largest city and the main port. Bu Hobart şəhəri, yəni əyalətin, bu Tasmaniya əyalətinin, ada əyalətinin deməli paytaxtıdır və ən böyük şəhər və deməli əsas limanıdır. Sonra Tasmania was discovered by the Dutch explorer Abel Tasman in 1642. Deməli ki, Tasmaniya deməli Tasmaniya Holland kəşfiyyatçısı olan Abel Tasman tərəfindən 1642-ci ildə nə etmişdi? Kəşf olunmuşdu. He called the island Van Diemen's Land in honor of a governor general. Deyir ki, o adanı Van Diemen'in, yəni torpağı, adası, ölkəsi adlandırmışdı. Kimin şərəfinə? General qubernatorun şərəfinə. At that time several thousand people were living on the island. Bu vaxtı bir neçə min insan adada yaşayırdı. Yəni həmin vaxtda bir neçə insan, 1000 insan həmin adada yaşayırdı. Sonra baxırıq nə? The British founded the first colony on this island in 1803. Deməli, Britaniyalılar 1803-cü ildə adada birinci koloniyalarını yaratdılar. Many of the Europeans living here were immigrants from Great Britain. Burada yaşayan Avropalıların çoxusu Böyük Britaniyada olan immigrantlar idi. Yəni köçkünlər idi. Later, a number of conflicts between the Europeans and native people started and led to Black Wars. Deməli, sonradan bu Avropalılarla yerli insanlar arasındakı olan çoxlu konfliktlər, yəni çoxlu münaqişələr nədir? Bir sıra yəni qarşı durmalar yaratdı. Deməli, deməli deyir ki, sonradan Avropalılar və yerli insanlar arasındakı çoxlu münaqişələr yarandı, münaqişələr başladı və Black Wars, yəni qaraların müharibəsi deyək də, belə lap şeylə tərcümə eləsək, buna gətirib, bu müharibələrə səbəb olmuş oldu. Sonra baxırıq burada, when those wars ended, there were native people left on the island and it was governed by the Europeans. Burada baxaq bir dənə nə qədər say deyib bizə. Bunun daha aydın versiyasında burada tək-tək çəkdirmişdim uşağa. Deməli, no native, bax, no native people deyir. Deyir ki, bu müharibələr bitəndə adada heç yerli insan qalmamışdı və adada Avropalılar tərəfindən idarə olunurdu. So the number of the Europeans increased largely on the island. Beləliklə də Avropalıların sayı adada geniş şəkildə artdı. In 1856, those Europeans formed their own government, renamed this island and called it Tasmania after the name of its explorer Tasman. Deyir ki, deməli 1856-cı ildə bu Avropalılar öz hökumətlərini yaratdılar, adanın adını dəyişdilər və onu öz, yəni araşdırması Tasmanın adına Tasmania adlandırdılar. A few years later, Tasmania became a state of Australia. Bir neçə il sonra Tasmania Avstraliyanın əyaləti oldu. Today, the Tasmanians work in service industries such as communications, IT and tourism. Deyir ki, bugün Tasmaniyalılar, yəni məsələn rabitə bir sıra, yəni xidməti sənayedə çalışırlar, yəni xidməti işlərdə çalışırlar. Məsələn, rabitə əlaqəsidir, sonra IT bildiyimiz informasiya texnologiyalarıdır, o cümlədən də turizm sahəsində çalışırlar. Besides this, they are also good at producing a lot of goods which play a key role in the economy of the state. Bundan əlavə olaraq deməli, bununla yaşayan, yəni bundan əlavə olaraq onlar dövlət iqtisadiyyatına əsas rol oynayan çoxlu, deməli, çoxlu əmtərini də istehsal etməkdə yaxşıdırlar həmçinin. Baxaq görək indi bizdə cavablar nə olacaq. Deməli, people on the island, adadakı insanlardan danışır ki, nə ediblər? Created a state in Great Britain. Deyirsiniz ki, Böyük Britaniyada bir əyalət yaratdılar. Yox, Böyük Britaniyada deyil axı bu. Bir dənə baxın, Tasmaniya Avstraliyada yerləşən ada əyalətidir. Bu bir səhvdir. İkidə deyir ki, adanın adını dəyişdilər. Bu ola bilər. Mainly, bir dəqiqə saxlayaq bunu. Mainly live in the south east and the north. Deməli, əsasən cənub, şərqi və şimalda yaşayırlar. Bir cavabımız 3-dür. Adada əhalidən söhbət gedir. Baxaq görək dəqiq deyirikmi? Most of the people live in the south east and the north. Biri 3-dür, düzdür. Sonra baxırıq ki, avoid working in the fields like IT and tourism. Deyir ki,
deməli, turizm və IT kimi sahələrdə işləməkdən imtina edirlər. Yox, əksinə biz axırda dedik axı, Tasmaniyalılar bu gün hansı sahələrdə işləyirlər. Ona görə bu da səhvdir. Biz 2-3-ü götürəcəyik ki, adanın adını da dəyişmişlər. Baxın, burada adadakı insanlar nə etdilər? Adanın adını dəyişib qoydular. Bir dəqiqə baxaq ona. Deməli, Tasmania was discovered. 1000 people were living on the island. Bayaq biz dedik burada. Dəyişdilər adanın adını. Renamed this island and called it Tasmania. Elə 2-3-ü doğru götürmüş olacaq. C variantı düzdür. Sonra gedək 24-ə baxaq. Deyir ki, what was the result of the Black Wars? Deməli, həmin o Black Wars-un nəticəsi nə oldu? Gəlin gedək baxaq ora. Görək Black Wars nəticəsi nə olmuşdu? Deməli, baxın, led to the Black Wars. Yəni, bu Black Wars-a səbəb olmuşdu, gətirib çıxartmışdı. When those wars ended, there were no native people left on the island and it was governed by the Europeans. Deməli, bu müharibə bitəndə adada heç bir yerli əhali qalmamışdı və Avropalılar tərəfindən də idarə olunmağa başlamışdı. İndi baxaq görək hansı cümlədə var o. Deməli, the number of the Europeans decreased in Tasmania. Deyir ki, Avropalıların sayı Tasmaniyada azaldı, yox, əksinə orada yerli əhali demək olar ki, yox dərəcəsində idi. B-də deyir ki, Avropalılar və yerli əhali birlikdə yaşamağa başladılar, yox. Dediyimiz kimi, C-də deyir ki, Avropalılar adanın yəni kontrolunu, idarəsini əlinə keçirdi, düzdür, government dedi də, C variantımız düzdür. D-də deyir ki, left the island, Avropalılar adanı tərk etməmişlər, əksinə yerli əhali olmadığına görə, yəni yerli əhali artıq müharibənin nəticəsində qalmadığına görə onlar idarəni ələ keçirmişlər. D-də də deyir ki, daha doğrusu 7 deyir ki, Avropalılar yerli insanlara öz hökumətlərini seçməyə icazə vermişlər. Belə bir şey də yox idi. Cavabımız olacaq C variantı. 25-ə baxırıq ki, mətnimiz nə haqqında idi? Mətnimiz ümumiyyətcə Tasmaniya adası, ada əyaləti haqqında idi. Baxaq görək indi hansı buna aid olacaq. A-da deyir ki, a state named after its discoverer, yəni öz belə deyək də kəşfi edəninin adına adlanmış əyalət elə budur, A variantıdır. Tasmaniya əyalətindən söhbət gedirdi. B-də deyir ki, ada əyalətin sənayesi bu haqda deyildi. C-də deyir ki, Tasmaniya əsas limanı, sadəcə orada Hobart şəhərinin adını bir dəfə çəkdi ki, bu əyalətin paytaxtıdır və nədir? Əsas limandır, ən böyük şəhəridir. Deyir ki, Avustraliyada ən böyük şəhər, bu Tasmaniya ən kiçik şəhər idi. Onun ən böyük şəhəri Hobart idi. Ona görə bunu da çıxırıq. Ən böyük şəhəri idi, səhv eləmirəmsə elə demişdim. Bir də dəqiq baxaq. Largest city and main port. Sonra 7-dir ki, Evelyn British Explorer, tanınmış Britaniyalı araşdırmacı. Orada o haqda deyil, daha A variantı cavabımız. 26-da mətnə görə düzgün variantları seçməliyik. Deməli, the first colony in Tasmania was established by the Dutch. Deməli, Tasmaniyadakı birinci koloniya Hollandlar tərəfindən yaradılıb. Gəlin gedək baxaq görək Hollandlar tərəfindən yaradılmışdı mı, yoxsa yox. Baxırıq o cümləyə tapırıq. Görək. British founded the first colony on this island in 1803. Deyir ki, Britaniyalılar 1803-cü ildə bu adada birinci koloniyanı yaradıblar. Deməli, Dutch yox, British olmalıydı. Deməli, bir səhvdir. 2-də the native people were involved in the government after the Black Wars. Deyirsiniz ki, Black Wars'dan sonra yerli əhali neynədilər? Hökumətə yəni cəlb olundular. Yox, əksinə axılar qalmamışdı. Hökumət Avropalılar tərəfindən idarə olunmağa başladı. Deməli, 2 də səhvdir. 3-ə baxır ki, Avropalıların çoxu, adadakı Avropalıların çoxu Böyük Britaniyadan emigrantlar idi. Bəli, bu variantımız var idi cümlədə. Mətnimizin içərisində baxırıq yenə də hər ehtimala qarşı. Baxırıq, many of the Europeans living here was the immigrants from Great Britain. Gördüyünüz kimi Avropalıların çoxu, burada yaşayan Avropalıların çoxu Böyük Britaniyadan olan immigrantlar idi. O da tamamilə düz, 3 düzdür. 4-ə baxırıq, the island has been populated by half a million people. Yəni yarım milyon əhalisi var deyir. Baxaq, var idi. Belə bir cümlə səhv eləmirəmsə var idi. Half a million people. Deməli, bu da düzdür. Biz götürəcəyik nəyi? 3 ilə 4-ü. B variantı olacaq cavabımız. Sonra baxırıq nəyə? Bizdən soruşur ki, birinci paragrafdan verilən definishlə ən uyğun gələn cümləni seçin. To find or learn something for the first time. Birinci dəfə üçün nə isə öyrənmək və tapmaq. Bu nədir? Kəşf etməkdir. Discover sözü tamamilə doğrudur. Gəlin baxaq görək, dəqiq discover sözümüz də var idi mi burada? Bəli, discover. Sonra gedirik, baxırıq növbəti suala. 28-də deməli, indigenous sözünün bizdən sinonim istəyir. Indigenous yerli deməkdir. Baxaq görək, 28 native olacaq. Orada native idi, səhv eləmirəmsə. Native olmuş olacaq.
29-da bizdən soruşur ki, Tasmaniyalılar nədə yaxşı idilər? Tasmaniya baxın, ən axırıncı cümləsində var idi ki, the Tasmanians are also good at producing a lot of goods which play a key role in the economy of the state. Deyə bilərdiniz ki, are also good at creating, producing, yəni creating demək olar, which play a key role, yəni important role demək olar. Bu formada dəyişdirmək mümkün idi. Belə. Ümid edirəm ki, nəticələriniz yaxşı olacaq və 30-cu sualda sırf sizin ideyalarınıza əsaslanan essenizdir. Which country in the world would you like to visit and why? Dünyadakı hansı ölkəyə siz səfər etmək istəyərdiniz və niyə? Bir ölkə seçirsiniz, onun səbəbini deyirsiniz. Məsələn, deyə bilərsiniz ki, I would like to visit Scotland. Məsələn, Şotlandiyaya səfər etmək istəyirəm. Niyə görə? Bunun səbəbini yazmalı idiniz. Bu qədər. Ümid edirəm ki, nəticəniz yaxşı olacaq, ürəyiniz istəyən kimi olacaq. Yenə istəsəniz 30-cu suala aid olan essenizə rey bölməsinə yazın, yoxlayaq, səhvlərinizi bildirək, görək necə yazmısınız. Bu qədər. Listening sualları da əldə olunan kimi paylaşılacaq.